Salam xanımlar, yeni bir gündən, yeni bir vlogdan hər birinizi salamlayıram. Yenə mənəm qarşınızda. Xanımlar, bugün mən əslində kursa getmədim. Çünki bugün qaynanam, baldızım gəlirdilər bizə, yəni Bakıya gəliblər. Mən də belə təmizlik evdə etdim, hazırlıq etdim və gördüm ki, gəlmirlər. Maraqlandım ki, burada bizə yaxın qaynım yaşayır xanımlar. Onlara gəliblər. Və deməli baldızımın gəlini də gəlib, böyük gəlini. Onun gedəsi yeri var deyə qaynım onu aparıb, ona görə onlardadılar. Mən də belə həm arada işim vardı, saçımı boyadım və bugün kursa getmədim də ona görə ki, qonaqlarım gəlir. Əslində gedə də bilərdim, desəydim ki, belə olacaq. Və onları gözlə qaldım. Axırı saçımı boyadım ki, boş durmayım. Saçımı da boyadım. İndi deyirəm, boş oturmayım. Saçım biraz quruyub əslində xanımlar. Düzdür, mən fenlə qurutmağı sevmirəm. Yalnız harasa getsəm, belə toy, nişan olsa ukladka edirəm. Belə sevmirəm fenləməyi. Biraz qurudu, bir də ancaq demişdik qalıbdı belə. Baxın, rəngim də belədir. Evdə belə görünür da rəngi. Dedim, geyinəm oturmayım evdə. Saat neçədir? Saat 5-dir. Gedim mən də qaynımgilə, eltimgilə gedim, görüm kim gəlib, neyinirlər, necədirlər. Və Rauf da işdən gələndə qonaqları götürüb gələrik evimizə. Dedim, buradan belə video açılış edim, bilmirəm, onları çəkərəm, çəkmərəm. Davamında nə olacaq, bilmirəm xanımlar. Amma videonu belə açmaq istədim sizinlə. Belə çıxım, ayaqqabılarım da həyətdədir. Saçım da quruduqca belə şişir. Xanımlar, bu da soğanımızdır. Bunu tökmədik. Belə qurumağa, qurudu çünki xanımlar. Bugün də işimdə çox oldu deyə bir şey yaxın gəlib tökmədim. Əslində tökmək istəmirəm də xanımlar. İndi sabah edərəm bəlkə. Bəlkə də Raufla bugün axşam edərik. Açarıq. O qara yeşiklər var, pomidorun falan yeşikləri. Bölüb onlara qoyarıq. Elə onlar da qalar elə. Məncə. Bir də buralara tökürəm, külək uçurdur. Belə dizləri mən giydim, qapınızı da bağladım. Bir klok da olmazsa olmazımızı bilmir, onu da götürüm gedim. Salam xanımlar, yeni bir gündən hər birinizi salamlayıram. Necəsiniz? İnşallah ki, yaxşı olasınız əzizlərim. İndi mən ustam üçün çay hazırlayıram, onun çayını verim xanımlar. Dünən ustam olmamışdı, bugün gəlib. Ona görə o olmayanda termosu saxlayıram şkafda ki, belə ortada olmasın xanımlar. Dünən mən iş görə danışa bilmirəm xanımlar. Danışıramsa dayanıram, iş görürəmsə də danışmıram. Dünən getdim qaynım gələ xanımlar. Qaynanam, baldızım, bir də baldızımın gəlini oradaydılar.
Getdim, görüşdüm. Elə bir saat olardı, oturduq. Gəlinlər sağ olsunlar, çay falan süzdülər. Qaynımın 2 dənə gəlini var xanımlar. Allah hər birimizə qismət etsin, olmayanlara. Xanımlar. Oturduq, elə baldızım gel, qaynanam geldi, digər baldızım gelə getmək istəyirdilər. Dedilər gedək, biraz yaxındır bizə. Burada Baksol deyilir də, Biləcərdə yaşayanlar bir Baksol haradır. Dedilər sən də gedək bizlə. Deyirəm bəs mən sizə aparmağa gəlmişdim ki, oturaq bizlə mənlə gedək. Dedilər da yox gedək, baldızım gələ gedək. Gedək sən də bizlə. Elə mən də Rafla danışdım. Raf dedi gedirsən get. Xanımlar getdim. Dedilər yeriniz malum, sağ olsun baldızım. Həmişə süfrələri bol olsun. Geçə süfrə açdılar, oturduq. Saat 10'a mı? 10'a kimi, yox 11'in yarısında kimi elə oturduq. Onlar da rayondan gəliblər, yol gəliblər. Düzdür, qaynım gətirib. Qaynımın maşında gəliblər. Qaynım deməli rayondan çıxıb. Qaynanam da maşında, qaynanamı da götürüb. Gəlib Akstafadan baldızımın gəlinini götürüb. Gəliblər qaynım gələ. İndi yol yorğun idilər. Və gəldik. Saat 11'in yarısı falan olardı, bizdəydik. Xanımlar, baldızım geçə süfrə açmışdı, kələm dolması pişirdi, balıq qızartdı. Bizə də gəldi meyvə falan, çay içdik yenə. İndi də səhər durdular xanımlar, həkimə gedəsi idilər. Qaynımın oğlu gəldi, apardı. Oradan da üzür yerinə dəyəcəklər. İnşallah bu gün axşam gələrlər. Axşama doğru bizdə olacaqlar. Gün ortadan sonra bizə gələcəklər. Baldızımla gəlini getmək istəyirlər. Düzdür, onlar da başa düşmək olar məni kimdə. Necə mən Nuraya qoyum gedim. Onların da uşaqları var, məktəbliləri var. Ona görə gəlin getmək istəyir. Biz israr edirik ki, qalsın. İndi görək, saxlaya bilərikmi bir gecəlik. Baldızım bir gecə qalıb nə yiyəcək. Belə xanımlar. İndi bugün belə qonaqlıyam. İnşallah gələcəklər. Mən də aparım ustamın çayını verim xanımlar. Evdə də heç kim yoxdur. Yenə mən özüməm təkəm. Bunda qabağını qoyum. Orada işləyir. Toz ola bilər. Deyirəm içinə toz düşməsin. Belə xanımlar, bunu aparım verim gəlim. Özümə də bir dənə kofe gəlib hazırlayaram. Kofemi içərəm. Bir dənə toyuqluq çıxardım. Gün ortaya üçün qızardım. Kartoşka ilə. Ustanın da yeməyini verim. Ona görə tez onu hazırlayayım. Sonra kətdən gələnləri yerləşdirmək lazımdır. Qaynanam biraz nə dərsə gətirib, baldızım. Yəni biz də burada çoxuq da hər yer az gətirəndə çox olur. Payları çox olsun. Belə bu da qaynasın, bir dənə kofe içib gəlib onları yerləşdirəcəm. Belə xanımlar, gedim mən bunu verim, gəlim. Xanımlar, getdim, çay verdim, gəldim. Çayını kimi də qaynadı. Özümə də bir dənə kofe hazırlayayım. Rayondan gələnləri yerləşdirim. Sonra nə edəcəm? Sonra kartoşka ilə toyuq qızardım. Onları elə məncə ətraflı çəkmərəm də, kartoşka soymağımı falan. Gün ortaya yeməyim olsun, yemək olmaz. Ondan sonra da xörək bişirəcəm axşama doğruya. Et pişirəcəm. Yəni biraz gecə olur. Tez toyuq qızardım xanımlar. Birinci istiliği çıxsın.
rayona gələnləri də yerləşdim. Çünki xalatinka nətər olar üst-üstə yığmışdıqsa xanımlar, qorxdum ki, polkada qırlar. Bunları yerləşdirim. Xalatinkin rəflərini normaya salın. Orada hazır yeməklərim də var. Onlar da birim yenə qalacaq. Biraz boş var. Sonra nə var idi orada? Qazanlar da var. Qazanlarda nəsə yeməklər də var. Belə xanımlar, gedin mən kofemi içim. Gəlin sizdə. Benim. Bu kofem telefon zaradqadaydı həm də burada xanımlar. Kofemi içə. Belə bu rayondan gələnlərdir xanımlar. Burada qaynanam nə sözünə çiçək gətirib ki, içməyə, bilmirəm nədir. Təzə yığılıbdır elə bil. Çıxartdı ki, bunu açıq qoyub qurusun. Qarğıdalı tel də var içində. Mən də belə qoydum, çünki bəzən pəncərəni açırıq, bağlayırıq. Pəncərənin qabağında olsun. Bu şunu sərdə. Baxın, belə 2 dənə süddür, bunları baldızım gətirib. Burada süzmədir. Belə süzmədir. Baxın, bunu doğru eləyərəm. Bir dənə də ördəkdir. Bunu da buzluğa qoyacağım, çıxardacağım hamısını burada xanımlar. Bizim kənddən gəlib. Bir də bu pendirdə baldızım gətirib. Bu da pendirdir. Bu da pendirdir, kənddən gəlib. Yağdır, şordur, bir də qurud. Bu bizlərdə xəngəlin olmazsa olmaz. Yəni qurud olmasa bizdə xəngəl yeyilmir. Yəni qatıq sarımsaqla olan xəngəl bizə çatmırdı xanımlar. Qurudla olan xəngəl. Bu da bu qışlıq qurudumda, amma evdə biri də vardı deyəsən. Keçən ildən qalmışdı məndə. Belə xanım, mən də bunları da yerləşdirdim. Buradan kofemi içim 5 dəqiqə. Əlimi yaxalayım.
Xanımlar, pendirləri də yerləşdirdim. Bu baldızım gətirdiyi pendirdir. Baxın, bir balon oldu. Bir, iki qısıq da olsa bir dolardı belə. Yine sağ olsunlar, payları çox olsun. Bu da qaynanam gətirdiyi pendirdir. Bu da o kadar yağlı pendir olur xanımlar. Onu da deyim ki, mən en çok sevdiğim pendir. Bir dənə qaynanamın pendirdir, bir də nənəmin, Zəhra nənəmin. Yəni onların pendiri mənim ağız tadıma uyğun olaraq ikisi də eynidir. Elə bil ki, eyni pendirdir. Bilmirəm, bəlkə Gədəbəydə hamının pendiri elənçi olur, onu da deyə bilmərəm. Amma çox dadlı olur və çox yağlı olur. Sağ olsun təbii ki, baldızım gəldi. Allah rozlərindən bir şey bol etsin. Amma düzü təmiz məhsuldur, amma nəsə qaynanamla nənəmin pendirini daha çox sevirəm. Baxın, o qədər belə yağlı olur ki, xanımlar, boxalanır. Baxın, belə qırılır. Çox yağlı olur adamın əli, bütün yağ olur onu yerləşdirənə qədər. Belə xanımlar, bunlar indi dursun. Çaniki doldurmuş su qoyum, qaynasın. Duzlu su hazırlayıb tökəcəm. Yox, bunu qoyum, elə xaladenikə qoyacam bunu. Bu indidən işlənsin. Bunları da duzlu su hazırlayıb içine töküb həyətə qoyacam. Onsuz da havalar soyuqdur. Xaladenikdə də yer olmur. Bir də dünən Rafat dedim ki, təzə ət alsın. Buzluqda olan ətlərimiz belə istəyirəm qəşəng, necə deyim, bizdə deyirlər. Yəni belə o vaxtda qəşəng bir yemək pişirmək istəyirəm. Onları doğrayıb paketləyib yığmışam deyə bilmirəm nədir. Dedim sveji yaxşı ət al general. O da alıb gətirib xanımlar. İndi bundan bozartma pişirəcəm. Bizlərdə ən çox sevilən xörəkdir bozartma. Belə qəşəng pişirəsən də xanımlar. İndi bunu da doğrayım, asım xanımlar pişməyə. Belə toyuğumu, kartuşka ilə toyuğu qızartdım. Onu da deyim xanımlar. Bir tava baxın qızartdım. Toyuqla kartuşka orada hazırdır. İndi bunu da doğrayım, asım pişməyə. Bir çaynikdə də su qoyum qaynamağa, pendir üçün su hazırlayım. İndi baxıram soyuducuda bu qabda da lobya doğramışdım. Qoymuşdum ki, pişirərəm. Baxıram ki, yenə 2 gündür durur soyuducuda. Deyirəm, xarab olmasın, yenə başqa yeməklər pişir xanımlar. Götürdüm. Axır bu ikinci dəfə də özümə qismət olmur, pişirə bilmirəm. Çünki başqa yeməklər olur. Mən bunu da pişirsəm xanımlar, yeməklər qalır da soyuducuda. Ona görə dedim, nə vaxtda pişirərəm. Bu yaxınlarda pişirsəm belə tökdüm kloxa, dedim qoyun buzluğa xanımlar. Çünki belə qalıb xarab olar, qorxuram. Xarab olmasın, necə çəkib təmizləmişəm, yumuşam, doğramışam. Onu da qoyuram buzluğa xanımlar. Belə taxtdan da çıxardım, ətimi doğrayım. Doğradım xanımlar, baxın bu qədər qəşəngdə ət idi. Onu da deyim, qabırğa hissəsidir. Mən çox sevirəm. Bozartmada qəşəng olur. Yumuşaq bişir və o ət çox dadlı olur. Bir hissəsi də belə qaldı xanımlar. Yəni bu daha yaxşı hissələrini bişirəcəm xanımlar. Belə. Bunu buzluğa qoyacağım. Bunu da indi qəşəng yuyub bişirəcəm. İçinə də qaynayanda soğan da əlavə edirəm. Biraz istiot əlavə edirəm. Kəklik otu əlavə edirəm. Belə. Bunu da qoyum buzluğa. Onu da yumasın pişməyə. Çaniki hələ doldurmamışım. Çaniki də doldurum. Qoyum qaynasın. Xanımlar, dedim sizə də göstərim. İçinə əlavə etdim. Soğanı soydum. Belə çərtdim ki, dadı yaxşı çıxsın. Kəklik otudur. Bir də üydülmüş qara istiotdur xanımlar. Belə. Yəni mən bəzən çox vaxt, yəni ət buzluqdan olanda mən əti qoyuram qaynamağa xanımlar. Yuyuram, qoyuram qaynamağa. Suyunu az qoyuram belə. Görürəm ki, kəflənib. O zaman dəyişirəm suyunu. Ətini çıxardıram. Bir qaba o suyun hamısını tökürəm, qazanı təkrar yuyuram, təmiz qoyuram, təzədən süzülmüş suyla. Amma indi təzə ət idi xanımlar. Yudumda elə qanı çıxmadı, təmiz ətdir deyə. Daha süzmək fikrim yoxdur deyə elə suyunu da əlavə etdim. Kəklik otusunu da, istiotunu da, soğanı da əlavə etdim. Belə bu formada bişəcək. Mən də indi burada 1-2 dənə qabım var. Onları yum, gedim həyətdən kartuşka da gətirim soyum. Hazır dursun kartuşkası da. Bu çaynikdə qaynasın. Həyətdə qaya duzum var. Pendir və şorabalar üçün olan duz. Onu da gətirim. Pendirin suyunu hazırlayaq. Biləm. Belə kartuşkanı soymaq istəyirdim. Xanımlar, gördüm çaynik qaynadı. Tez getdim duzu gətirdim xanımlar. Bura mən heç bilmirəm necə qaşıq oldu. Deyəsən 4 qaşıq mı oldu, 5 qaşıq mı oldu? Yadımdan çıxdı. Əslində 3 qaşıq əlavə etdim və
Bunun yarısı qədər də şəkər tozu da əlavə etdim. Yəni bu son vaxtlar görmüşdüm ki, şəkər tozu da əlavə edirlər. Dedim görək ilk dəfə də mən də sınayım, görüm necə olacaq. İlk qarışdırdım. Yumurtanı soyucudan götürdüm, yudum. İçinə əlavə etdim, gördüm yox, yumurta hələ çox dibindədir. Sonra bir qaşıq deyəsən əlavə etdim. Yəni bu yumurta, xanımlar, suyun tam üzərində yox, tam üzərində üzmək üçün gərək nə qədər duz əlavə edək. Onda da baxır duzluluğunu yoxlamaq üçün də biraz ki yumurta üzür suyun ortasında, deməli duzu normaldır. Mən neçə ildir elə edirəm. Öncələr edirdim, yumurta lap üzündə üzsün deyə. Ona çox duz gedirdi. Pendir onda çox duzlu olurdu. Amma indi baxın belə lap dibinə də düşmür. Yəni ləyənin dibində də qalmır. Çox da üzündə də deyil. Baxın belədir. Yəni üzündədir. Görürsüz, yəni görünür. Bax belə. Yumurtanın, pendirin suyu hazırdır. Mən yumurta ilə yoxlayıram xanımlar. Yəni 1 litrə neçə qaşıq falan elə ölçmürəm, bilmirəm. Mən belə etmişəm, belə də öyrəşmişəm. Görürsüz, dibinə dəymir. Suyun üzündədir. İşte bunu təkrar yuyub qoyacağım soyuducuya. Bu suyu da qoyum kənara, pəncərənin qarşısına, qoyur da soyusun. Soyuyar, illikdən də soyuq olanda bankalara əlavə edib aparıb bankalar həyətə qoyacağım. Ətin də kəfini almışam xanımlar. Yenə qaynayır, görüm kəfi yenə varmı? Yox, elə biraz var. Biraz burada var. Əslində sonra süzürük, amma yenə də təmizləyirəm ki, olmasın kəfi. Belə. Bu da burada azı bir saat belə qaynasın, yaxşı pişsin. Kək otun ətri evi götürüb xanımlar, nə gözəl olur ki. Bunu da kənara qoyum, kartuşkamı soyum xanımlar. Xanımlar, ustanın yeməyini hazırladım. İndi çörək də əlavə edəcəm. İşte, burada soğan çanı hazırlamışam, söndürüm. Əti də, bilmirəm, söndürüm. Belə xanımlar. Bu da sarı pomidordur, Raf almışdı. Baxın belə, çox dadlı pomidordur. Ondan da doğradım, belə. Çörəyini də əlavə edim, aparım. Onu da nuş olsun. Siz də yemək yeyirsinizsə hər birinizə nuş olsun. Əzizlərim, göz haqqınızı halal edin. Çörək də əlavə edim. Xanımlar, artıq axşam saatlarıdır. Bugün qonaqlarım gəlmədilər. Baldızım və baldızımın gəlini. Üzür yerindən çıxıblar. Akstafə gedən olan avtobus olub, nəsə nəqliyyat növü olub, gediblər. Raf da belə pis oldu, elə əsəbləşdik, mən də pis oldum. Yəni gözləyirdi ki, gəlsinlər bizə. Raf düşünürdü, kebab çəkər falan, belə yemək edərik. Baldızımın gəlini elə gündə Bakıya gələn deyil, bizə gələn deyil. Nəysə belə gediblər. Gediblər, ondan sonra da mən həvəssiz oldum da, nə çəkim, çəkmədim, heç özüm də pis oldum. Qaynanma buradadır, qaynım gildədir. İndi biz Rafla gedək, belə gəzə-gəzə, görək Nuray hardadır, Nuraydan xəbər tutaq, görək Nuray gəlsin evə və yaxud Nurayla da elə yolda rastlaşaq. Gedək qaynanamı götürək, gələk xanımlar. Bayaq da mən çıxmışdım, amma çəkiliş etmədim. Raf gələrkən lazım olan bəzi şey var idi, dedim özüm də çıxım. Raf dedi ki, gəl, aldıq. Hə, gəlirəm. Dedim elə maşındır, Raf maşınla gəldi, Rami qardaş bizi gətirdi və misal gətirdi, düşürdü. Elə gəldi, Raf da yemək idi. Hə, indi gedək. Raf da indi soğanı orada boşaltdı, xanımlar yeşilər. Dedi, özüm eləyəcəm, sənin heç nə yoxdur. İndi gedək, qaynım gələ, nənəşi gətirək, gələk, nənəmizi gətirək. Belə xanımlar, görək Nurayla da danışsın, görək Nuray hardadır.
Xanımlar, dedim bunu da çəkim sizin üçün. Sədərəkdən görünəm. Nə boyda qarpız aldı. Bugün oktyabr neçəsidir? 8-i. 8 oktyabrdır bugün. Baxın nə boyda qarpızdır. 15 kilo olar mı Raf? Onlar çok güzel qarpızdır. Çox gözəl, şipşirindir. Orada kəsilib yiyiləni deyir. İndi görək biz bunu kəsilib nedir olar. Belə xanımlar. Gedək. Nurayla danış da Raf. Nurayla. Dəstə sürdürür. Vur, dərs qutarmış olar. Zəng elə. Mən də kurtkamı götürüm. Gedək. Mən elə tapsiki ilə gedirəm, Raf. Tasıfda giyinirəm. İnanırsan danışa da bilmirəm. Səsim belə pis düşür dişimə görə. Gündə də diş həkimlə yol işləyirəm. Gülafət gəldi. Qaranlıq. Sabah da diş həkimlə gedəsiyəm. Diş olmadı, başa bəla oldu bu mənə xanımlar. Soğuk olmaz. Dəhşət isti var idi. Hə, istidir. Mən usta giyindim, yenə istidir. Yaxşı getdi, çıxartmışdıq. Elə bir geyinirsən, tərləyirsən. Çıxardıqdan biraz... Ona görə xəstəlikdir də indi Raf. Pis var. Pis vaxtı. O deyirlər xəstəlik yayılıb. Məncə yayılmaq zad deyil. Hə? Havadandır. İnsan özünü gözləyə bilmir də belə. Gah qalın giyinirsən, gah nazik. Tərləyirsən, soyunursan, onda adam xəstələnir. Az giyinirsən, şey olur.